Ümumiyyətlə, xeyli dərəcədə bu son vaxtlar bizə müraciət edən xəstələrimiz zob xəstələridir. Və zob xəstəliyi də çox geniş yayılmışdır. Cəmi bu 15 qram olar. Zob xəstəliyi dediyim kimi çox geniş yayılmışdır və qurbağa ilə müalicə onun nəticələri də xeyli dərəcədə müsbətdir. İnsanlarımız bilirlər və ayrı-ayrı növlərində zob xəstəliklərinin effekt almaq olur. İlk gündən görürsən ki, boğulması, tərləməsi, ürək döyüntüləri sakitləşir, yuxu dərinləşir. Mütləq mənada zob xəstəliklərində çox tərləmə varsa, qalxanvari vəzinin hormonlarla bərabər mütləq vitamin D, maqnezium, sink yoxlanmalıdır, selin yoxlanmalıdır. O elementlərin çatışmamazlığı yaxud da vitamin D-nin çatışmamazlığı əlavə narahatçılıqlar verir. Bizim elə indi bir qazimiz gəlir. Gələndə xeyli narahat idi. Bir gün onun 13-cü günü idi. İlk gündən dedi ki, rahatam, sakitəm, yaxşıyam və təbii ki, biz də sevə-sevə. İşçilər hamısı onu görən kimi qaça-qaça gəlirlər ki, doktor, qazimiz gəldi. Təbii ki, biz də böyük hörmətlə, izzətlə qazimizə xidmət edirik və sevinirik ki, bizə bu azadlığı verən, bu qələbəni verən, bu xoşbəxtliyi verən, üzümüzü ağ eləyən qazimizə xidmət edirik. Bütün qazilərimizə şəfa diləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ona görə də zob xəstəlikləri olan adamlar mütləq mənada həm müayinələrini gətirsinlər varsa, yoxsa da heç problem yox. Doktor Seyfəddin klinikasında müayinəsini eləyəcəyik və müalicə eləyəcəyik. Ancaq hər şey vaxtında. Nə olur olsun, vaxtında müraciət ediləndə xəstəliyin müalicəsi xeyli asan olur.